Salam, hər vaxtınız xeyir uşaqlar. 21 suala keçən ümumi sınaq. Səhv etmirəm, 11-i izah edəcəm. Sizə ayrıca paylaşım belə də etməyə sizə söz vermişdim. Çünki bunda müəyyən burada təzadlar vardı. Mən bunu ancaq qəbula gedən uşaqlar üçün, həm 1-ci, 4-cü qruplar üçün hər izləməsində fayda var da, mütləq izləsinlər. Çünki baxın, bu tipli testləri biz necə seçə bilərik ki, hansı ion həm oksidləşdirici, həm reduks edicidir. Uşaqlar, burada baxın, alüminium ionu burada 3 müsbətdir. Yəni, hər hansı bir reaksiyada 3 dənə orada elektronunu itirib müsbət yüklənir. Bu, hər hansı bir reaksiya gedirsən, bu itirilmiş 3 dənə elektronunu geri alır, elektroneytral hala keçir. Yəni, əgər bir element sizə elektroneytral halda deyiriksə, ancaq reduksiya edicidirsə, o kation olaraq ancaq reaksiyalarda oksidləşdirici olur. Yəni, itirdiyi neçə 2, 1, hər neçə elektronsa onu geri alır. Bu da hansı reaksiyalara, məsələn, misal göstərə bilərik? Məsələn, yaza bilərik sink, üstəcə tutaq ki, alüminium, xlor, 3. Bax, bu tipli reaksiyalarda alınır alüminium, üzərinə sink, xlor, 2. Yəni, bu reaksiyada baxın, müsbət 3-dən alüminium 0-a keçdi. Yəni, burada kation olaraq oksidləşdirici. Sink də 0-dan müsbət 2-yə gəlir burada. Yəni, bu tipli reaksiyalarda bir də deyək də, neytral halda reduksiya edici olan element kation olaraq bizim qabağımıza çıxırsa, onu biz ancaq oksidləşdirici kimi qəbul edirik. Çünki alüminiumun valentliyi sabitdir, dəyişkən deyil. Məsələn, biz indi gəlin dəyişkən elementlərdən burada misal göstərək. Məsələn, dəmiri götürək, baxın. Dəmir burada bizə 2 müsbət verir. Biz bir ki, dəmirin valentliyi 2-dir, 3-dür. Yəni, dəmir 2 müsbət də göstərə bilər, 3 müsbət də. Yəni, dəmir 2 müsbət buradan həm dəmir 3 müsbətə keçə bilər, həm dəmir 2 müsbət buradan, həm də dəmir 0 elektroneytrala keçə bilər də, belə deyək. Baxın, əgər 2 müsbətdirsə, burada 3 müsbətə keçməsi üçün, burada baxın, 2-dən 3 çıxdı, 1 elektron verəcək. Burada 2 elektron ikinci halda 2 müsbətdən 0 elektroneytrala keçirsə, 2 elektron burada qəbul edəcək. Yenə bu, yadınızdadır, metalların duz məhlullar reaksiyasında öndə duran metal özündəki pasiv metalın duz məhlulunu sıxışdırıb çıxartma qaydasıdır da. Məsələn, biz yazırdıq dəmir üstəcə feri SO4 reaksiya getmir deyirdik, amma yaza bilirdik ki, məsələn, dəmir üstəcə SO4 reaksiya gedirdi. Yəni, o reaksiyaları istəyirəm videomuz qısa olsun. Ona görə yazmağa gərək duymuram. Çünki o reaksiyalar haqqında hamının məlumatı vardı. Bax belə, baxın, burada dəmir 2 müsbət ionu həm oksidləşdirici oldu, həm reduksiya edici oldu. Birinci halda elektron verdi, reduksiya edicidir. İkinci halda elektron qəbul etdi, oksidləşdiricidir. Digər bunu xrom üçün də məsələn yazsaq, xrom, məsələn, baxın, burada 3 müsbət keçə bilər xrom 2 müsbətə, xrom 3 müsbət, keçə bilər xrom, burada xrom həm də 6 valentlidir axı burada. Məsələn, xrom 2 oksid var, 3 oksid var, 6 oksid var. Xrom 6 müsbətə. Keçən dəfə xromun 3-ü 6 valentli, yəni orada 6 valentli olmağı mən unutdum. Bir anlıq yadımdan çıxdı. Baxın, burada 3 müsbətdirsə, əgər 2 müsbətə oradan keçirsə, fikir verin. 3-dən deməli ki, keçməsi üçün burada neyləməlidir? Bir elektron alır da, baxın, orada 3-dən 2-yə keçəndə oksidləşmə dərəcə azalmaq istiqamətində. Deməli, orada bir elektron alır. 3-dən 6-ya keçəndə artmaq istiqamətində gedib, baxın. Deməli, burada reduksiya edicidir də 3 elektron verir. Yəni, birinci halda xrom 3 müsbətdən 2 müsbətə keçəndə oksidləşdirici, ikinci halda 3 müsbətdən 6 müsbətə keçirsə, 3 elektron orada itirir. Yəni, reduksiya edicidir. Yəni, bu testdə niyə cavab 1-2-dir? Yəni, burada, belə deyək də, həm dəmir, həm xrom ion şəklində həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Amma xlor üçün, məsələn, uşaqlar, xloru da qeyd edək. Baxın, xlor mənfi keçə bilər xlor 0-a. Niyə? Xlor biz bilirik ki, 3S2 3P5 ilə qutarır. Bir dənə elektron alır, P6-ya keçir. Bu P6-ya keçməsi üçün bir dənə orada elektron aldı.
Axı mənfi yükləndi alan. Sonra yenə bu belə deyək, həmin o bir dənə aldığı elektronu itirir, belə deyək, geri verir də elə bil. Verir, elektron neytral hala keçir. Yəni xlor da biz yaza bilmərik. Tutaq ki, üzərinəcə bir dənə elektron aldı. Yəni belə deyək də, xlor mənfi bir halda yükü varsa heç vaxt elektron ala bilməz. Yalnız o aldığı bir dənə elektron itirir, elektron neytrala keçir. Yəni 3s2, 3p5 elektron konfiqurasiyasına yenidən qayıdır. Yəni onu qısacası onu deyə bilərik ki, yəni bu testdə 3/4-cü orada verilən variantlarda xlor mənfi iyonu alüminium kationu həm oksidaşdırıcı, həm reduks edici xassəsə göstərə bilməzlər. Yəni xlor ancaq orada, yəni bu ikinci dediyimiz səhvdir də. Xlor ancaq reduksiya edicidir, alüminium kationu ancaq oksidaşdırıcıdır. Dəmir orada, bax burada göstərmişik. Dəmir 2 müsbət, xrom 3 müsbət kationu ancaq reaksiyalarda həm oksidaşdırıcı, həm də reduksiya edici xassəsə göstərir. Yəni bu qayda mütləq uşaqların məsələn yaralı yerdə çətin başa düşürlər. Umarım bunları izlənməsində bu ikinci cəhdə gedən bütün uşaqlara faydası olar. Bunu özümlə paylaşmaqda borc bildim. Uşaqlar yaxşı olar, gələcək imtahanda birinci qruplara da, 4-cü qruplara onlar arzulayıram. Belə paylaşımlarım, inşallah çalışacağım, belə kiçik paylaşımlar edim. Umarım sizə dəstək ola bilərəm yenə. Yaxşı, sağ olun, diqqətinizə görə uşaqlar.